Selamun aleyküm. Canlı donu çok çekmemir. Bir iki dakika bu şeyim o donan yerleri bilsin. Bu şerefsiz geçsin öz evine baksın. Bir defa adam öldürüyor, onu da dedim. Qaldı ki qəhbə danışır, mal soxurdu. Yaxşı, mən mal soxurdum. Kimisə malı otuzdururdumsa əgər, siz axı avtoritetsiz, haqqı deyənsiz, haqqa qarşısız. Məni orada sındırardınız, cəmaatın da balasını cəmaata təhvil verərdiniz. Belə cəmaat tərifləyirsə axı. Hı? Siz Türkiyədə mənim götürmə düşüb yalvarmırdınız, hə? Ki, bu tükünə qurban Zaxarla söhbəti var, biz ona şey eləyəcəyik, belə falan. Murad'ı niye çıxartmısan danışmaya? Murad sən cındır ki, sən belə şərait yaratsan danışmağa. Yenə deyirəm, bu şərəfsiz bir dəfə adam öldürüb, o da öz bacısı. Bildin, şərəfsiz. Belə mən Allah Rövşəndə rəhmət eləsin, Qulluda da rəhmət eləsin. Onları həmişə deyirəm, indi deyirəm. Onlar olsaydı bu söhbət 24 saat olardı. Mən səninlə görüşmək istəyirəm. Səni də öldürəcəm. Sən deyirsən, ha, Turalı öldürəcəm, qulaqlarını kəstirəcəm, nə bilim, bunu da öyrətdirəcəm, zırt pırt. Niyə özün eləmirsən? Deyirsən, bunu eləsə Rövşənin ruhu şad olur. Burada nə əlaqə rəhmətli Rövşən? Onun klanına niyə belə sözlər deyirsən? Yaxşı, şad olarsa, gəl özün elə, şad elə də. Orada, burada tanımayan yerlərdə onların adına yalan danışsan. Niyə onun öz elinə eləmirsən? Burada Rufo qəhbədir, sən qəhbəsən, Murad qəhbədir. Bunu görə çox adam bilir. Mən səndən burada danışmaq istəmirəm. Səndən, sənin o ağsaqqalından, o Muradla, 300-lə təkbətək danışmaq istəyirəm. Siz 300, mən tək. Görüşə bilərsiniz, sizin götüz yoxdur. Deyirsən ki, qaçıb gizləm. Harada qaçıb gizləmişəm? Gizli olaq. Axırı Ərdəbildə deyəndə biri idi, Təbrizdədir, Tehrandadır. Çıxdım, axırı bir dənə video çəkdim, xırda qoydum ki, Ərdəbil sözü düşən Ərdəbildəyəm. Mən sənə borcluyamsa, bir dənə telefon göstərdi, 10 ayda məni axtarmısan pul üçün. Tavansız da gizli olaq, doğacaysan. Doğacıysınız. Gizli olaq. Sənin götün üçündür. Bu söhbət əgər burada həll olacaqsa, ki, onda hamısını xırdalayayım. Mən bura çıxdım ki, çıxasan, üzə çıxasınız. Ona buna demə ki, Turalı öldürək, gedin öldürün. Ondan qorxmuram, ha. Cəmaatı bədbəxt eləmə. Mən sən kimi kiminsə qucağında oturan deyirəm, Feyzbeyin qucağında oturan qəhbələr. Rəşad, sən çox qəhbə adamsan, istifadəçisən. Sən heç kim əslində istəməyən bir adamsan, ciddi düşünən adamsan, bunu ətrafında bilir. Səni elə bu rəhmətliyin adından çox istifadə elədiyi görə, rəhmətliyi qədrin bilənlər onun klanından elə sənin qulağını da kəsəcəklər, səni mundarlayacaqlar da, səni öldürəcəklər. Sən belə getdin. Allah sənə rəhmət eləsin. Eləsə, lənət eləsin əslində. Sənə heç rəhmət düşmür. Sən mənə dediyin ölümü elə Moskvada çox yalan danışsan. Ona görə. Bu kişidir. Bu evin içindən xəbərsiz adamdır. Bu elə Təhmasiblə görüşüb, öpüşüb, Təhmasibi deport elətdirən adamdır. Deyir ki, kim onu öldürsə, Rufo'nun yanına satam. Rufo kimdir ki? Rufo qəhbənin biridir. Yaxşı, mən səhvəm, Əhəd səhvdir, Kamran səhvdir. Hamı səhv oldu. Gah deyirsən, bantizmin adamıdır, gah deyirsən onun. Və bantizmin o birisi. O biri söhbətlərin də səhvdir. Yenə deyirəm, mən işlədiyim yerin qapısından keçənməzsən sən. Sən rəhmətliyin adına bu söhbəti rəhmətliyin adına yapışdırıb mənim üstümə kütlə qaldırmaq istəyirsən. Amma o dövrdür, hamısı ağıllı adamdır, başı işləyir, nədir, görürlər, bilirlər. Elə bu səhvə görə səni vuracaqlar. Sən Abşakdan nə qədər pul oğurlamısan? Taksi şoferlərindən, kartoşka satanlardan pul alıb nə deyirsən? Rüfətə paddeşka vermək lazımdır. Özün də oğurlaysan oldu. Belə savab işləyirsə ki, sən öldür. Sən tavansan. O qədər xəstəsən, o qədər savadsızsan ki, deyirsən ki, bu günlərə kimi deyirdiniz ki, bizlə görüşməyib. Bu günlərdə siz görüşüb, bizə borc var. Gizli olaq, sən kimsən ki, bir dənə demə, Rəşad mənim dalımda olsun. Sənin də ağzını sikəcəyəm, sənin oğlunun da ağzını sikəcəyəm, sənin Muradın da ağzını sikəcəyəm. Sizin götüz yoxdur. Gəlin belə eləyək, gəlin söhbətləri qutaraq, bu TikTok-u, videonu məni məcbur edirsiniz. Hər gün qəhbə danışsan deyə, əlim sənə çartmır, partlayıram, çıxıb çəkirəm. Yenə deyirəm, gəlin bura. Gəlin bura, gəlin sikim sizi. Bütün dünyaya göstərim ki, sikişdim sizin 300'ü də. Bildiniz? Sən oğru dörsən, sən davara dörsən,
Amma sən qulluqçusan, o biri.